Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çoxhüceyrəlilər yarım aləmi haqqında danışacağıq. Çoxhüceyrəli canlılar, təkrar edirəm, keçən videoda da demişdim, gözlə görünən canlıların əksəriyyəti çoxhüceyrəlidir. Amma biz bu çoxhüceyrəli canlıların müxtəlif ölçülü olduğunu görürük. Ümumiyyətlə, bunlar bir-birindən davranışına, həyat tərzinə, quruluşuna görə çox fərqlənirlər. Amma hamısı üçün ümumi olan xüsusiyyət odur ki, bunların bədəni çoxlu hüceyrədən təşkil olunub. Hüceyrələr tək şəkildə, müstəqil şəkildə fəaliyyət göstərmir, ixtisaslaşır, hər hansısa bir funksiyanı yerinə yetirirlər. Məsələn, bir qrup hüceyrə qidalanmağa xidmət edir, bir qrup ifrazata xidmət edir. Aydındırmı? İndi biz danışacağıq, deməli, bağırsaq boşluqlar tipi haqqında. Bağırsaq boşluqların nümayəndələri yaşayır dənizlərdə və şirin sularda. Bağırsaq boşluqlar tipi üçün ümumi olan əlaməti deyirəm sizə. Bədənləri iki rüşeym qatından təşkil olunmuşdur. Ektodermadan və endodermadan. Gördüyünüz kimi biz burada mezoderma qatından söhbət eləmirik. Çünki bunların bədənində hüceyrə olsa da, hələ ki orqanlardan, toxumalardan söhbət etmirik. Sadəcə hüceyrələri var bunların. Bunlarda deməli spesifik olan digər xüsusiyyət bağırsaq boşluğunun olması və dalayıcı hüceyrənin olmasıdır. Bunlarda hüceyrə var, toxuma yoxdur, orqan yoxdur. Harada yaşayır bunlar? Dənizlərdə yaşayan nümayəndələri var, şirin sularda yaşayan nümayəndələri var. Məsələn, sifoid meduza yaşayır dənizlərdə, hidra isə yaşayır şirin sularda. Həyat tərzi necədir? Pasiv həyat tərzi keçirənlər də var, fəal həyat tərzi keçirənlər də var. İndi bağırsaq boşluqlar tipini siniflərə ayıraq: hidrozoalar sinfi, sifoid meduzalar sinfi və mərcan polipləri sinfi. Hidrozoalar sinfinin nümayəndəsi şirin su hidrasıdır. Biz deməli, buna rast gələ bilərik. Göllərdə, çaylarda yaşayan bitkilərin üzərində görə bilərik. Bunu qonur və yaşılımtıl rəngdə olur. Qonur və ya yaşılımtıl rəngdə. Şirin su hidrası polip, yəni oturaq həyat tərzi keçirir. Bədəni necədir? Hansı hissələrdən təşkil olunub? Baxın, aşağı hissədə döşənəyi var. Hansı ki, bu döşənəyi vasitəsilə otu yapışır da, belə deyək, harasa. Sonra bu hissəsi adlanır saplağı, yuxarı hissədə qolcuqların əhatəsində yerləşən ağzı və nəhayət, baxın, quruluşunda digər bu hissədən çıxan tumurcuq və s. haqqında danışacağım. İstəyirəm, bax, bu yaxından bunun quruluşuna baxasınız. İki qatı görürsünüz burada. Bura sol hissə ektodermadır, içəri hissə isə endodermadır. Və bura hüceyrələrdən təşkil olunub, təkrar edirəm. Mezoderma qatı yoxdur. Mezoderma qatı olmadığına görə bunun toxuma və orqanları da hələ ki yoxdur. Biz hidrada şüalı simmetriyadan danışacağıq. Nədir şüalı simmetriya? Hidranın bədənindən xəyali bir ox keçirsək, hidranın qolları bir nöqtədən çıxan şüaları xatırladacaq bizə. Bu adlanır şüalı simmetriya. Sizdən testdə soruşanda ki, hidranın şüalarının sayını 5, 12, minimum 5, maksimum 12 qolcuq olduğuna görə qolcuqlarının sayına uyğun olaraq da şüaları var. 5, 12 şüadan təşkil olunub. İndi isə gəlin hüceyrələrindən danışaq. Ektoderma qatında və endoderma qatında yerləşir hüceyrələr. Şəkildə yeri fərqli düşüb. Bura endoderma qatının hüceyrələridir, bura ektoderma, problem deyil. İndi şəkillərinə də baxacağıq. Baxaq görək ektoderma qatında hansı hüceyrələr mövcuddur. Deyəcəyik ki, bir dəqiqə. Deyəcəyik ki, ektoderma və endoderma qatında yerləşən hüceyrələr deməli, əlverişli şəraitdə, əlverişsiz şəraitdə fərqli olur. Baxın, bir dəqiqə bura. Ektoderma qatında əlverişli şəraitdə və əlverişsiz şəraitdə. Əlverişli şəraitdə deyirəm ki, 4 növ hüceyrəsi var. Dəri əzələ hüceyrəsi, dalayıcı hüceyrə, aralıq hüceyrə və sinir hüceyrəsi. Bu əlverişli şəraitdədir. Əlverişsiz şəraitdə isə bura 2 növ hüceyrədə əlavə olunacaq. Yumurta hüceyrə və spermatozoid.
Nəyə görə? Çünki hidra əlverişsiz şəraitdə cinsi yolla çoxalacaq və bunda cinsiyyət hüceyrələri də yaranacaq. Endoderma qatında isə yalnızca həzm hüceyrəsi və bəzili hüceyrələr olur. Yəni fərqi yoxdur burada əlverişli şərait, əlverişsiz şərait. İndi gəlin növ sayına baxaq. Əlverişli şərait olduqda hidrada ümumilikdə hər iki qatda olacaq 6 növ hüceyrə, ektoderma, endoderma ikisi bir yerdə. Əlverişsiz olduqda isə 8 növ hüceyrə, hər ikisində bir yerdə. Amma təkcə ektoderma qatını soruşsa, əlverişli şəraitdə 4 növ, əlverişsiz şəraitdə 6 növ hüceyrədən təşkil olunmuşdur. Deməli, gəlin baxaq bir hüceyrələrinə. Dəri əzələ hüceyrəsi, dalayıcı hüceyrə, aralıq hüceyrə və sinir hüceyrəsi. Hər biri haqqında gəlin əvvəlcə danışaq. Baxın, burada gördüyünüz, baxın bunlar dəri əzələ hüceyrələridir. Dəri əzələ hüceyrələrinin funksiyası bunu xaricdən örtməkdir. Bax, 3 əsas funksiya sadalayacağım burada. Olduğu kimi əzbərləyirik. Deməli, xaricdən örtmək, qıcıqları qəbul etmək və hərəkətə xidmət edir. Necə yadımda saxlayıram bunu? Baxın, Dəri neynir bizim bədənimizi? Xaricdən örtür. Deməli, hidranın da dəri əzələ hüceyrəsi onun bədənini xaricdən örtür. Sonra qıcıqların qəbulu, dəridəki reseptorlar vasitəsilə məsələn qıcıq qəbul etmirikmi? Bunda da belədir. Yəni qıcıqların qəbulunu sinir hüceyrəsində deməyəcəksiniz. Sonra hərəkət, baxın, əzələlərimiz hərəkətə xidmət etmirmi? Hidrada da belədir. Deməli, dəri əzələ hüceyrəsi xaricdən örtür, qıcıqları qəbul edir və hərəkətə xidmət edir. Sinir hüceyrələri bədənin hər yerindədir. Baxın, gördüyünüz bu qırmızı sinir hüceyrəsini bildirir. Uzun çıxıntılıdır, bütün bədəndədir və refleksdə iştirak edir. Baxın, mən ibtidailərdən danışanda dedim ki, biz amöbün məsələn duz kristalından uzaqlaşmasını refleks adlandıra bilmərik. Nəyə görə? Çünki amöbün sinir hüceyrəsi yoxdur. Amma artıq hidranın sinir hüceyrəsi olduğuna görə mən onun bu davranışını refleks adlandıra bilərəm. Məsələn, hidranın, baxın burada, bədəninə iynə ilə toxunsaq, o yığışıb yumru bir kütlə əmələ gətirəcək. Bu refleksdir. Qıcığın qəbulu, qıcığın ötürülməsi və buna cavab reaksiyası. İndi isə danışaq aralıq hüceyrələrdən. Aralıq hüceyrələrin funksiyası digər hüceyrələrin yaranması, regenerasiya və fragmentasiyadır. Nədir regenerasiya? Regenerasiya qopmuş qoldan məsələn yeni bir qolun yaranması. Fragmentasiya isə qopmuş qoldan yeni bir bədənin yaranması. Bu haqda yenə danışacağım. Sonra yumurta hüceyrəsində yalançı ayaqlar mövcuddur. Dalayıcı hüceyrələrdən danışaq. Əsas məsələ dalayıcı hüceyrə yalnız bağırsaq boşluqlardadır. Deməli, necədir dalayıcı hüceyrənin quruluşu? Baxın, bura diqqət eləyin. Deməli, dalayıcı hüceyrəsində içərisində zəhərli maddə olan bir kapsul var və bu kapsulun da içərisində dalayıcı bir sap yerləşir. Zəhərli maddə olan kapsul, bunun da içərisində dalayıcı sap. Nə olur? Bax, bu hissədə də həssas bir tükçük var. Həmən bu həssas tükçük qıcıqlandırılanda sap atılıb şikarın bədəninə sancılır. Aydındırmı? Beləliklə də deməli həmin o ovunu əldə edə bilir. Ümumiyyətlə bu dalayıcı hüceyrəsi daha çox onun qolcuqlarındadır. Sonra nə deyək? Bu ektoderma qatından danışdıq. Endoderma qatında yerləşən hüceyrələr, həzm hüceyrələri var burada, vəzili hüceyrələr var. Həzm hüceyrələrinin iki qamçılıdır və qamçısı ilə hərəkət edib bir də əzələ lif var. Qamçısı ilə hərəkət edir, əzələ lifi də qidanı özünə çəkir, ağız vasitəsilə daxil olur və qida ağızdan daxil olur, ağızdan da həmçinin xaric olur. Sonra bunda vəzili hüceyrələr var. Vəzili hüceyrələrdə ferment ifrazını həyata keçirir. Yəni həm həzm hüceyrəsinin, həm vəzili hüceyrənin funksiyası həzmdə iştirak etməkdir. İndi baxın burada necə yadımızda saxlayaq ki, hansı endodermadadır, hansı ektodermadadır. Həzmlə vəzili təkcə endodermadadır. Nəyə görə? İndi mən həzmdən də danışacağım sizə. Qoyun elə danışın. Baxın, deyim niyə endodermada həzmlə vəzilidir, ektodermada digərləri. Ümumiyyətlə qidalanmasına görə yırtıcıdır. Dedik ki,
qidasını qolcuğundakı dalayıcı sapla belə deyək də, dalayıcı hüceyrələri ilə iflic elədi. Qida daxil oldu ağız dəliyindən. Gəldi qida əvvəlcə bağırsaq boşluğuna. Bağırsaq boşluğunda gəldi kiçik hissələrə parçalandı. Boşluqda gedir də bu proses. Nə adlanacaq? Boşluq daxili həzm. Sonra keçir daxili qatın hüceyrələrinə. Baxın, boşluğundan keçir birbaşa endoderma qatına. Yəni, içərdəki hüceyrələr həzmi həyata keçirməlidir də. Yəni, endoderma qatında həzm vəzili hüceyrələr olmalıdır. Aydındırmı? Yerdə qalan hamısı ektoderma qatındadır. Deməli, daxili qatın hüceyrələri vasitəsilə həzm olundu. Yəni, hüceyrə daxili həzm prosesi həyata keçir. Sonra yenidən bağırsaq boşluğuna qayıtdı qida və ağız vasitəsilə də bədəndən yenidən xaric olundu. Bu da belə. Hərəkəti necədir? Bəli, hidra hərəkət edir. Ümumiyyətlə, bunlarda az hərəkətli və fəal hərəkətli canlı nümayəndələr var. Hidra pasiv hərəkətlidir, az hərəkətlidir. Mayallaq aşaraq hərəkət edir. Yəni, sözün əsl mənasında biz bunu elmi termin kimi işlədirik. Necə edir? Qollarını qoyur yerə, saplağını qaldırır, sonra saplağını yenidən qoyur yerə, qollarını qaldırır, sanki mayallaq aşaraq hərəkət edir. Tənəffüsü və ifrazatı, burada ifrazatında ifrazat vakuolu demirəm, digər ibtidaililərdəki kimi deyirəm, bütün bədən səthi iləndir. Tənəffüsü də həmçinin bütün bədən səthi ilə baş verir. Çoxalmasına görə isə əlverişli şəraitdə qeyri-cinsi, əlverişli şəraitdə isə cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalması tumurcuqlanma vasitəsilə gedir, cinsi çoxalması isə cinsi hüceyrələr vasitəsilə. Gəlin əvvəlcə tumurcuqlanmasından danışaq. Baxın, mühit şəraiti əlverişlidirsə, qeyri-cinsi yolla, yəni tumurcuqlanma ilə çoxalacaq. Deməli, nə oldu? Bədənin bir hissəsindən bir qabarcıq kimi əmələ gəldi. Bu nədir? Saplaq. Sonra əmələ gəldi bunun qolcuqları, sonra isə döşənəyi və yeni orqanizm qopur, ana orqanizmdən ayrılır və beləliklə çoxalmış olur. Cinsi çoxalmasından danışsaq, bir dəqiqə. Hidra özü, ümumiyyətlə bunun hermafrodit növləri də var, bağırsaq boşluqların ayrı cinsi nümayəndələri də var. Hidra hermafroditdir və çarpaz mayalanır. Yəni necə? Həm erkək, həm dişi cinsi hüceyrələr bir orqanizmin üzərində əmələ gəlir. Yəni, bir hidrada həm yumurta hüceyrə, həm spermatozoid olur. Amma mayalanma çarpaz gedir. Yəni, özündə həm yumurta hüceyrə, həm spermatozoid olsa da özü ilə mayalanmır, çarpaz. Yəni, digər ikinci bir orqanizm burada iştirak edir. Baxın, hər birində yaranır yumurta hüceyrə və spermatozoid, mayalanma baş verir. Mayalanmış yumurtadan isə rüşeym inkişaf edir. Ümumiyyətlə, mayalanmadan sonra yetkin fərd məhv olur, yumurta isə qışlayır. Bəs yumurtadan nə vaxt yetkin hidra çıxacaq? Yaz fəslində. Sonra dedik ki, aralıq hüceyrələr regenerasiya prosesini həyata keçirir, yəni itmiş bədən hissəsinin bərpası deməkdir. Bu, aralıq hüceyrələrin hesabına baş verir. Gördüyünüz kimi, məsələn, hidranın bədəni iki hissəyə ayrıldı. Ümumiyyətlə, fragmentasiya ilə regenerasiyanı mən sizə deyim, qarışdırmayın. Nədir regenerasiya? Məsələn, hidranın qolu qopdu. Əgər həmin qolunu bərpa edirsə, bu regenerasiya qabiliyyətidir. Yox, əgər həmin o qopmuş qoldan yeni bir orqanizm inkişaf edirsə, bu artıq adlanır fragmentasiya. Sonra nəyi deyəcəkdik? Gəldik indi sfoid meduzalar haqqında danışmağa. Nümayəndəsi də Aurelia meduzası. Ümumiyyətlə, bir dəqiqə. Bunlar hidradan fərqli olaraq suda aktiv üzürlər və bunlarda ilk dəfə sinir düyünü yaranmışdır. Bədən çətir formasındadır. Çətirin altında qolcuq və ağız yerləşir. Qara pigmentli gözcüklər isə çətirin yanlarında, yəni kənarlarında yerləşir. Necə hərəkət edir? Çətirin yığılıb açılması ilə və suda aktiv üzür bu. Suda aktiv hərəkət edir. Hansı nümayəndələri var? Stavromeduza, hansı ki suyun dibində yaşayır. Aurelia meduzası, qulaqlı meduza, kökağız meduza, rapilema, siania kimi nümayəndələri var. Bunlar isə suyun səthində yaşayırlar. Dibində yaşadı Stavromeduza. Bunun çoxalmasına diqqət eləyəcəksiniz. Çünki kitabda yazılı olaraq verməyib, amma şəklinə diqqət eləməlisiniz. Kitabda səhvə 67-də aşağı hissədə. Deməli, yetkin meduzalar ümumiyyətlə bu ayrı cinsidir və bunlarda daxili mayalanma
mayalanma baş verir. Bəli, daxili mayalanma və ayrı cinsidirlər. Yumurta hüceyrə və spermatozoid yaranır. Erkək fərd spermatozoid, dişi fərd yumurta hüceyrə yaratdı. Nəticədə deməli mayalanma baş verdi. Mayalanmış yumurtadan sürfə inkişaf etdi. Bu sürfə kirpikli sürfədir, planula. Sonra isə bir müddət hərəkət etdikdən sonra çevrilir polipə və hissələrə bölünərək çoxalır. Nə deməkdir bu? Demək ki, bu sürfə mərhələsində çoxalır. Çoxalmasında deyəcəksiniz ki, iki cür sürfəsi var, planula və polip və sürfə mərhələsində çoxalır deyəcəksiniz. Mərcan polipləri sinfindən danışsaq, bunlar nümayəndələri aktinia və qırmızı mərcan polipləridir. Aktinia tək yaşayır, qırmızı mərcan polipləri isə koloniya şəklində yaşayır. Ümumiyyətlə qırmızı mərcan poliplərinin kirəç skeleti var və bunların koloniyası elə bil ki şaxələnmiş budaqcıqlardır. Sakit okeanda, Hind okeanının tropik hissələrində bu məhv olmuş poliplərin kirəç skeletlərindən mərcan adaları əmələ gəlir. Yəni bu bağırsaq boşluqlarının xarici kirəç skeletə malik olan nümayəndəsidir və dediyim kimi məhv olmuş hissələrindən mərcan adaları əmələ gəlir. Və salam, izahımız bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı olar. Əgər faydalı olsa bəyənməyi, şərh yazmağı, kanala abunə olmağı və videonu dostlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.